Salam dostlar, sabahınız xeyir. Gün 53, sağlam və fiziki aktiv həyata davam. Artıq şəkər və gluten konkret olaraq mənim yadımdan çıxıblar. Demək olar ki, yadıma düşmür onlar. Və artıq digər məsələlər, misal üçün məni maraqlandırır ki, yediyim qida nədir? O qidadan aldığım minerallar, vitaminlər nələrdir? Sırf bunları düşünürəm. Çünki artıq gluten bir neçə müddət keçdikdən sonra sizin şəkər və gluten tamamilə yadınızdan çıxır, yada düşmür ümumiyyətlə bu məsələlər. Və digər məsələlərə keçirsiniz ki, bunların həyatımdan çıxmağı mənə nə qədər yaxşı təsir edir. Bəli, çox yaxşı təsir edir, çünki siz çox enerjili olursunuz. Yəni istənilən vaxt sizə deyəndə ki, dur gedək, məşq edək, dur gedək şəhəri gəzək və yaxud qaçaq, siz durub gedə bilirsiniz. Amma şəkər və gluten qəbul etdiyimiz vaxtdan 5-10 dəqiqə sonra bunu edə bilirdikmi? Xeyr. Çünki çox ağırlaşırdıq. Çünki bizim beynimizin enerjisi bütöv içəridəki mexanizmi işlətməyə gedirdi. Gücü və digər bir şeylər düşünməyə artıq gücü qalmırdı. Belə dostlar, sağlam olaq, aktiv olaq. Sağ olun.